Salam uşaqlar, hidrostatik təzyiq Birləşmiş Qavlar Qanunu atmosfer təzyiq bölməsinin testlərinə baxırıq. 1. Gölün dibinin hansı nöqtəsində suyun hidrostatik təzyiqi ən böyük olar? Hidrostatik təzyiq P bərabərdir Rho GH düsturu ilə təyin olunur. Burada Rho-nu və J-ni sabit götürürük, çünki eyni maye növündən söhbət gedir, eyni gravitasiya sahəsindədir. Baxırıq hündürlüyə. Hündürlük demişdik ki, mayələrin təzyiqində hündürlük səthdən hesablanır. İndi səthdən baxırıq 4 nöqtəsinə. 4 nöqtəsi səthə yaxındır, hündürlük ən azdır. Sonra 1 nöqtəsinə, o biraz böyükdür, 3 nöqtəsi və nəhayətdə ən böyük hündürlük 2 nöqtəsinə düşür. Ona görə doğru variant Y olacaq. Üçüncü sual, yer səthindən hansı hündürlükdə atmosfer təzyiqi daha böyükdür? Bildiyimiz kimi yer səthindən yuxarı qalxdıqca atmosfer təzyiqi hər 12 metrdən 1 millimetr civə sütunu qədər azalır. Və düstur bu şəkildə ifadə olunur. 760 çıxılsın H bölü 12 millimetr civə sütunu. Belə deyə bilərik ki, demək, atmosfer təzyiqi hündürlüklə tərs asılıdır. Bax, burada 760 çıxılsın H bölü 12 ifadəsinə görə, çıxılsın işarəsinə görə biz deyirik ki, tərs asılıdır. Deməli, atmosfer təzyiqinin ən böyük olması üçün hündürlüyü ən kiçik olan variantı seçmək lazımdır. Hündürlüyü ən kiçik olan variant isə B variantıdır. 5-ci sual. Oturacağının sahəsi 0,4 kvadrat metr olan silindrik qabdakı maye sütununun hündürlüyü 1 metrdir. Mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsini hesablayın. Deməli, təzyiq qüvvəsinin düsturunu yazıram. Təzyiq qüvvəsi P vur S düsturu ilə tapılır. P bərabər FT bölü S-dən. P-nin əvəzinə Rho GH S və hesablayırıq. FT bərabərdir Rho suyun sıxlığıdır 1000. 10 üstü 3 yazıram. J 10, H 1 və sahə isə 0,4 kvadrat metrdir. Bu ədədləri bir-birinə vururuq. 4 vuraq 13, yəni 4000 Newton alınır. Doğru cavab D bəndi. 7-ci sual. Ağzı açıq qabda olan H hündürlüklü maye ilə dolu qabın dibinə tam təzyiq hansı ifadə ilə təyin olunur? Bilirik ki, ağzı açıq qablarda tam təzyiq mayenin təzyiqi ilə, yəni Rho GH təzyiqi ilə bir də əlavə olaraq atmosfer təzyiqinin, yəni P0-ın cəminə bərabərdir. Doğru cavab olacaq C variantı. 9-cu sual. Atmosfer təzyiqi hansı cihazla ölçülür? A variantı barometr aneroidlə. 11-ci sual. Hansı qabdakı mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsi mayenin çəkisindən böyükdür? Deməli, təzyiq qüvvəsinin mayenin çəkisindən böyük olduğu variantı axtarırıq. Birinci halda təzyiq qüvvəsi mayeni, ümumiyyətlə təzyiq qüvvəsi mayeni cismin deməli, belə deyim də, mayeni sıxan qüvvədir. Qabın dibinə sıxan qüvvədir. Birinci şəkildə təzyiq qüvvəsi ilə mayenin bütün çəkisi təzyiq qüvvəsi ilə mayenin yerləşən qabın dibinə sıxılıb. Ona görə də birinci şəkildə FT elə mayenin çəkisinə bərabərdir təzyiq qüvvəsi. İkinci şəkilə baxırıq. İkinci şəkildə mayenin qabın dibinə demək, sıxdığı hissəsi, bax, burada gördüyümüz bu hissədir. Yaşılla iştirakladığım hissə, işarələdiyim hissə. Yəni, bu gördüyünüz, bax, bu qədər maye hissəsi qabın dibinə təzyiq göstərir. Ona görə də kənardakı maye isə demək, divarlar tərəfindən, belə deyim də, yuxarı yönələn bir təzyiq göstərdiyi üçün, demək, kənardakı mayeni nəzərə almırıq. Onda belə çıxır ki, bu şəkildə mayenin çəkisi təzyiq qüvvəsindən böyük olacaq. Təzyiq qüvvəsi yalnız yaşılla işarələnən hissədədir, amma mayenin çəkisi kənarlarda da var. Təsəvvür edək ki, burada mayenin çəkisi, deyək ki, mayenin çəkisi 20 Newton idi. Kənarlardan, demək, o 20 Newtonun yalnız 10 Newtonu təzyiq göstərə bildi. 10 Newton. Qalan 10 Newton, deyək ki, kənarlarda, demək, divarlar tərəfindən yuxarı yönələn təzyiq yaratdı. Ona görə də burada təzyiq qüvvəsi mayenin çəkisindən az olacaq.
Digər variantda burada üçüncü şəkildə də baxsaq, bu hissə təzyiq, yalnız təzyiq bu hissə göstərəcək. Burada da təzyiq qüvvəsi mayenin çəkisindən az olacaq. Bu variantda isə dördüncü deməli şəkildə isə demək mayenin deməli bütün hamısı qabın dibinə təzyiq göstərir. Əlavə olaraq kənarlarda, divarlar da mayeni əlavə olaraq sıxır dibə. Ona görə də ən deməli çox təzyiq demək qüvvəsi dördüncü variantda olacaq. Beşinci variantda isə yenə də burada baxsaq görərik ki, deməli burada təzyiqi azaldan qüvvə var, yuxarı yönəlmiş və mayenin burada çəkisi deməli təzyiq qüvvəsindən necə olacaq? Böyük olacaq. Deməli belə. Ona görə də doğru cavab 4-ü seçirik. B bəndi. Burada demək bu şəkildə bu hissəni də göstərim mən sizə. Bax, elə təsəvvür edin ki, yalnız bu hissədir də. Dibə düşən bu hissədir. Ona görə də mayenin bir hissəsi kənarda qalacaq. Ona görə burada azalacaq. Bizə lazımdır təzyiq qüvvəsi çox olan variant. 13-cü sual. Hansı qabda mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsi mayenin çəkisinə bərabərdir? Belə deyək də, bax bu halda oturacağı ilə səth hissəsi eyni formada olan deməli qablarda təzyiq qüvvəsi mayenin çəkisinə bərabər olur. Doğru cavab Y bəndi. Burada dördüncü suala da baxaq. Qabın dibinin hansı hissədə düşən hidrostatik təzyiq ən böyük olar? Hidrostatik təzyiq biz hesablayanda həmişə ən üst səthə baxırıq. Ən üst səthdən aşağı gələn təzyiq, düşən, paylanan təzyiq Paskal qanununa görə hər yerə bərabər ötürülür. Və D, C, B, A eyni səviyyədə yerləşdiyi üçün səthdən olan bu hündürlüyə baxıb, demək, ən yuxarıdan olan hündürlüyə əsasən deyirik ki, təzyiq hər yerdə bərabərdir. Bu hündürlüyə baxıb deyirik. Deməli, doğru cavab A bəndi olacaq. 5-ci sual. Mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsi hansı ifadə ilə təyin olunur? Təzyiq qüvvəsi bilirik ki, P vur S düsturu ilə tapılır. Rho, J, H, P-nin əvəzinə yazılır. Olur Rho, J, H, Rho, S. Doğru cavab olacaq D bəndi. Bu ifadə buradan alınır. P bərabərdir F-də bölü S bildiyimiz təzyiq düsturundan. 7-ci sual. P bölü Rho, H ifadəsi ilə hansı fizik əmiyyət təyin olunur? P-nin yerinə Rho, J, H qoyuruq. Bölək Rho, H. Rho'lar gedir, H'lar gedir, qalır J. J isə deməli qravitasiya sayısının intensivliyidir. 9-cu sual. P bölünsün Rho, J. P bölü Rho, J. Buradan P-nin əvəzinə Rho, J, H yazmaqla, Rho, J-ləri ixtisar etməklə H-ı təyin etmiş oluruq. Maye sisteminin hündürlüyü. 21-ci sual. Mayenin qabın dibinə göstərdiyi təzyiqin mayenin sütunun hündürlüyündən asılı qrafiki verilmişdir. Mayenin sıxlığını tapın. Deməli, P bərabərdir Rho, J, H düsturundan mayenin sıxlığını tapırıq. Rho-nu təyin edəndə Rho-nun yanındakılar düşür məxrəcə. JH, P bölünsün JH ifadəsi alınır. P-nin əvəzinə gəlin götürək. İstədiyimiz rəqəmi götürə bilərik. Məsələn, mən 0.7-ni götürürəm. Burada kilopaskaldan da çevirmək lazımdır. 0.7 bıraq 10 üstü 3 bölünsün JH, J10 hündürlük də buna uyğun götürürsünüz 0.1. Deməli 0.7-ni 13-ə vuranda 700, 0.1-i 10-a vuranda 1. 700 ilə 1-ə böləndə elə 700 alınır. Doğru cavab olacaq 700. Buradan yazaq. 700 doğru cavab 700 kilogram bölü kub metr. Yəni Y variantı. 23-cü sual. Suyun qabların dibinə göstərdiyi hidrostatik təzyiqlərin nisbətləri nəyə bərabərdir? Bildiyimiz kimi hidrostatik təzyiq Rho, J, H düsturuyla təyin olunur. Sahədən asılılıq yoxdur. Sahəyə baxmırıq. Hər ikisinin hündürlüyü bərabər olduğu üçün Rho eyni mayədən söhbət gedir. İçərisində hər ikisində su var. J eyni və H eyni.
Deməli, belə çıxır ki, eyni keymiyyətlər bir-birinə bölünəndə nisbət həmişə 1 edəcək. Doğru cavab B-bəndi. 25. Su ilə dolu, tam dolu bağlı qab verilmişdir. Qabı tərsinə çevirdikdə suyun qabın dibinə göstərdiyi təzyiq necə dəyişər? Əvvəlcə maye suyun hündürlüyünə baxırıq. Demək, bunu qabı tərsinə çevirsək, yenə də həmin hündürlüyü almış oluruq. Maye yenə həmin hündürlükdə olacaq. Yəni, bu qədər belə bir qab. Onun hündürlük dəyişmədiyi üçün hidrostatik təzyiqində dəyişmədiyini deyə bilərik. 27. Hər iki qab su ilə doludur. Qabların oturacaqlarının su tərəfindən təsir edən təzyiq qüvvələrini müqayisə edin. Bildiyimiz kimi təzyiq qüvvəsi P vurulsun S üsuluyla təyin olunur. P-ni açırıq Rho, J, H, S. Deməli, burada eyni Rho, eyni mayədən hər ikisində su var deyir. Bunların J'ləri yenə eynidir, yer səthi üçün. H-lar eynidir, hündürlüklər, səviyyələr eynidir hər ikisində. H da eyni, deməli S-dən asılıdır düz. Təzyiq qüvvəsi S-də düz asılıdır. Onda hansı sahə çoxdur? İkinci. Deməli F2, 3F1 olacaq. Doğru cavab B. Yəni, bunu nisbət şəklində də yazmaq olar. F1-in F2-yə nisbəti bərabərdir S1-in S2-yə nisbətinə. Düzün tənasib asılılığına görə. F1-in yerinə yenə F1 yazıram. Böl F2. S1 S, S2 3S. S-lər xısar gedir və alınır. F2 bərabərdir 3F1. Doğru cavab dediyimiz kimi deyil. 29. Qabdakı maye suyun hündürlüyü 1 metrdir. Yəni, H verilib bizə 1 metr. Qabın şağı yuxarı yönəlmiş A bərabərdir 3 metr böl saniyə kvadrat təcili hərəkətində mayenin qabın dibinə göstərdiyi təzyiqi hesablayın. P-nin düsturunu bilirik ki, yuxarı yönəlmiş təcili hərəkət etdikdə hidrostatik təzyiq Rho, J topla A olsun H ifadəsilə təyin olunur. Rho 10 3-dür, yəni 1000. J 10, A 3, təcilini 3, H da hündürlüyü də 1 verir. Deməli, P bərabərdir 13 vuraq 10^3, yəni 13 kilopascal. Doğru cavab olacaq D. 31. Birləşmiş qablarda su sütunun hündürlüyü nə qədər olmalıdır ki, 40 cm hündürlüklü kerosin sütununun təzyiqini tarazlaşdırsın? Deməli, belə şərtə görə birləşmiş qablarda su sütununun təzyiqi ilə kerosinin təzyiqi bir-birinə bərabər olmalıdır. Yazırıq P su bərabərdir P kerosin. P suyun yerinə qoyuram Rho su, J H su bərabərdir Rho kerosin, J H kerosin. J-lər xısar gedir. Rho sunun əvəzinə qiymətini qoyuram. 13 yazıram mən birbaşa. H su axtarılır. Məchuldur. Rho kerosin 800-dür. 8 12 yazıram birbaşa. H kerosin isə 40 cm-dir. Biz burada santimetr metrə keçirik. Yox, keçmirik. Çünki cavablar santimetrdir. Ehtiyac yoxdur. Elə 40 yazacağım. Deməli, 10^3 ilə bu 10^2 ilə 1-i götürsə, elə 10^3 eləyəcək. 10^3 ilə bu 10^3 xısar gedəcək və qalacaq H su bərabərdir. Demək, nə qədər? 8 vur 4, 32 cm. Doğru cavab olacaq C. Daha doğrusu 33. Bir gölün dibindəki tam təzyiq atmosfer təzyiqindən 2 dəfə böyükdür. Deməli, P tam atmosfer təzyiqindən 2 dəfə böyükdür. Yazırıq 2P atmosfer. Bəzən P0 verirlər, bəzən P atmosfer. Yəni, siz orada özünüz işarələməni şərtə baxıb müəyyənləşdirirsiniz. Suyun sıxlığı verilib 10^3 kiloqram böl kubmetr. J isə 10 metr böl saniyə kvadrat qəbul olunub. Deməli, biz nə edirik? Gölün dərinliyini bizdən soruşduğu üçün H bərabər sual edirik. Bilirik ki, tam təzyiq atmosfer təzyiqi ilə Rho JH deməli, Rho JH hidrostatik təzyiqin cəmindən ibarətdir. Və bizə lazımdır H. Ona görə mən birbaşa Rho JH-ı tapıram. Rho JH-ı tapanda, məchul toplanan tapanda cəmlə məlum toplanan çıxılır. P tamdan P atmosferi çıxırıq. Və bizə lazım olan H-dır. H-ı dairə alıram və H-ın yanındakiləri salıram məxrəcə.
Deməli, roje düşdü məxrəcə. P tam çıxılsın. P atmosfer. Atmosfer. İndi həll edirik. P tam bizdə verilib 10^5. Çıxaq. P atmosfer. Bizə verib ki, P tam 2 dənə P atmosferdir. Onda yazıram burada. Düsturda yazıb, ondan sonra gətirim yerinə qoyum. P tamın yerinə 2 P atmosfer qoyuram. Çıxaq P atmosfer bölək roje. 2P atmosferdən 1 P atmosfer çıxanda 2 P atmosfer qalır. P atmosfer də bizə verilib nə qədər? 10^5 bölünsün. Rho 10^3, J isə 10. Qiymətləri burada mötərizənin içərisində verilib və mən də bura yazmışam. 10^3-ü 10-a vuranda 10^4, 10^4 ilə 10^5 qısa gedəndə yalnız 10 qalacaq. Doğru cavab olacaq C. 10 metr. 35. Qabların oturacaqların sahəsi və onlardakı suyun kütləsi eyni olarsa, deməli sahələri eyni, kütlə eyni. İçərisində hər birinin eyni mayi var. Bir, hansı qabın dibinə suyun göstərdiyi təzyiq qüvvəsi ən kiçikdir? Təzyiq qüvvəsini düsturu bilirik ki, Rho, J, H, S-dir. Yəni PS-dən gəlir də. Biz bunu bir neçə dəfə yazdığımız üçün mən birbaşa yazdım. P vur S, PDF T böl S-dən gəlir. Bir daha xatırlama verirəm. Rho, J, H, S. İndi mən baxıram bu qablara. Rho eyni mayə töküləcək. J eyni. Burada S də eynidir. Hündürlüyə baxmaq lazımdır. Deməli, mən bu qabların hamısına eyni növ mayə töksəm, sizcə, demək, özünüzdə düşünün, sonra baxarsınız videoya. Demək, hansıda daha yüksək hündürlüyə qalxar maye? Təbii ki, ağzı daralan qabları da get-gedə daha çox hündürlüyə qalxacaq. Demək, tutalım ki, burada bu qədər hündürlük tutubsa, burada bu qədər, bunda isə daha yüksək hündürlüyə qalxacaq. Deyək ki, burada bu qədər, burada bundan biraz aşağıda, daha aşağıda. Yəni, belə yox. Demək, hündürlük hansında çox olacaqsa, hidrostatik təzyiq qüvvəsi daha doğrusu, orada da daha böyük qiymətə malik olacaq. Doğru cavab C. Amma əslində bizdən uşaqlar gördüyünüz kimi kiçiyi soruşur. Biz kiçiyi axtarmalıyıq. Ona görə də mən ən böyüyü göstərdim. Sizdə ən kiçiyi lazımdır. Ən kiçiyi lazımdırsa biz ağzı genişlənən qab seçməliyik. Çünki burada ən az hündürlükdə olacaq mayemiz. Ona görə doğru cavab A olacaq. 37. Sıxılı Rho olan bir cins maye ilə doldurulmuş qabın dibinə mayenin göstərdiyi hidrostatik təzyiq qüvvəsi, təzyiq daha doğrusu hansı ifadə ilə təyin olunur? Hidrostatik təzyiq bildiyimiz kimi Rho H-dır. Rho H deməli, qabın dibinə göstərilən təzyiqi hesablayanda demişdik ki, səthdən olan hündürlüyü əsasən hesablanır. Olacaq 3 Rho H A bəndi. 39. Eyni formalı və həcmli 2 qab eyni maye ilə doldurulub. Mayenin qabın dibinə göstərdiyi təzyiq və təzyiq qüvvələri arasında hansı münasibət doğrudur? Təzyiq qüvvəsinə baxanda bilirik ki, FT P vurulsun S-dir. Burada demək, birinci gəlin təzyiqə baxaq. Təzyiq hündürlükdən asılı demişdik. Rho H düsturuna görə. Eyni mayedir. Rho sabit, J sabit. H-a görə müəyyənləşdirirsiniz. P1 P2-yə bərabərdir. P1 P2-yə bərabər olan variantlar 2 variantda var. D və Y. Amma FT təzyiq qüvvəsini tapanda isə P-ni sabit götürürük. Çünki bayaq gördük ki, Rho H düsturunda hamısı sabit olduğuna görə təzyiq sabit oldu. Onda FT S-lə necə asıldı? Düz. Hansı sayısı çoxdur? Birincinin. Ona görə deyirik ki, P1 P2-yə bərabərdir. F1 də F2-dən böyükdür. Doğru cavab olacaq Y bəndi. 41. Bir içərisində su olan qapalı qablar 1, 2, 3 tərsinə çevrilir. Suyun qabların dibinə göstərdiyi hidrostatik təzyiq. Demək, şəkildən göründüyü kimi birinci şəkli tərsinə çevirsək, oturacaq sahəsi daralacaq. Oturacağın sahəsi daralıb, yuxarı isə genişlənəcək və onda maye biraz belə deyək də daha böyük hündürə qalxacaq. Ona görə də birincidə demək, birincidə artacaq. Tərsinə çevrilməni təsəvvür edin. Tərsinə çevriləndə qab belə bir vəziyyət alacaq. Bax belə genişlənəcək də. Ona görə də deməli aşağıdan daraldığı üçün su daha böyük hündürlüyə qalxmış olacaq.
Ona görə birinci artacaq. İkincidə eyni forma, yuxarı və aşağı hissələri eynidir. Ona görə də burada dəyişməyəcək. Üçüncüdə isə oturacaq sahəsi böyüdüyü üçün maye daha az deməli hündürə qalxacaq. Doğru cavab olacaq C. 43. Mayenin daxilində kub formalı cisim təsvir edilmişdir. Kubun göstərilən nöqtələrindəki təzyiqlər arasında hansı münasibət doğrudur? Bildiyimiz kimi təzyiq yenə də ρ düsturla təyin olunur. Biz yenə səthdən olan hündürlüklərə baxacağıq. 1 üçün çəkdim, 2 üçün çəkdim və 3, 4 üçün çəkdim. Gördüyünüz kimi 1 ən kiçik hündürlükdədir. 3 və 4 deməli 3 və 4-ün üzərindəki maye sütunun hündürlüyü nisbətən 1-ə nisbətən böyükdür. 2-nin səthdən olan, yəni 2-nin üzərinə düşən maye sütunun hündürlüyü isə daha böyükdür. Ona görə də deyirik ki, P3 P4-ə bərabərdir. P3 P4-ə bərabərdir. Ya C və D variantlarında var. B-də də var, amma P1 P2-yə bərabər ola bilməz. Ona görə B-ni seçmirəm. İki variant arasında qalırıq. İndi bəs 1 yoxsa 2 onu düşünürük. Baxırıq ki, səthdən olan hündürlük 2-də daha çoxdur. 2-yə daha çox düşür. Ona görə də deyirik ki, P2 P1-dən böyükdür və P3 P4-ə bərabərdir. Doğru cavab D. 45. Qaba su tökülür. Deməli, qaba su tökülür. Qabın dibinə suyun göstərdiyi hidrostatik təzyiqin zamandan asılı qrafiki hansı qrafik ifadə edir? Təzyiqin zamandan asılılığını hansı qrafik ifadə edir? Krandan vahid zamanda tökülən suyun həcmini sabit qəbul etməli. Yəni, buradan tökülən suyun həcmi eynidir. Eyni həcmdə su tökülür. Yəni, ona diqqət etirirsiniz. Baxırıq, deməli, bura. Bu, tutalım ki, su bu hissəyə qədər deyək ki, eyni sürətlə artır. Deməli, hidrostatik təzyiq su sütunun hündürlüyü artdığı üçün artacaq. Doğru variantlar ya A-dır, ya B-dir, ya D-dir, ya da Y. C-ni çıxdıq. Gəldi indi bura. Bura böyüdükcə, eyni həcmdə yenə su tökülür bura. Sahə böyüdükcə burada mayenin səviyyəsinin qalxma sürəti aşağı düşür. Yəni, nəticədə təzyiq də aşağı olacaq nisbətən. Yenə artacaq təzyiq. Çünki sütunun hündürlüyü artır, amma bayaqkına nisbətən yavaş artacaq. Ona görə də sürət azalması üçün P-T nisbəti elə bil ki, bunu bucaq kimi qəbul eləsəz, bucaq kiçilir. Alfa 1, alfa 2. Alfa 2 kiçikdir alfa 1 olduğuna görə buna sürət kimi baxın P-T nisbətinə. Və ona görə də deyəcəyik ki, doğru cavab B-dir. 47. Deyir, qaba hündürlükləri eyni, sıxlıqları 2 ρ və 5 ρ olan bir-birinə qarışmayan mayelər tökülmüşdür. B və A səviyyələrinin hidrostatik təzyiqlər nisbətini tap. PB böl PA bərabərdir. Bir dəqiqə. PB bölünsün PA nisbətini axtarırıq. B nöqtəsinə düşən gəlin təzyiqə baxaq. B nöqtəsinə 1, 5 ρ sıxlıqlı və H hündürlüklü maye təzyiq göstərir. Bir də əlavə olaraq 2 ρ sıxlıqlı və H hündürlüklü maye təzyiq göstərir. Onda PB deməli, B nöqtəsinə düşən təzyiq bu iki təzyiqin cəminə bərabərdir. Yazıram onda 2 ρJH 2 ρJH üstə gələk 5 ρJH bölünsün. A nöqtəsinə düşən təzyiqimiz isə A-nın üzərində yalnız 2 ρ sıxlıqlı maye var. Ona görə də yazıram 2 ρJH. 5-in üzərinə 2, 7 ρJH eləyəcək. 7 ρJH bölək 2 ρJH. Və ρJH-lar gedir. 7-ni 2-yə bölürük. 3,5. Doğru cavab olacaq B. 51. Deyir, hansı qrafik maye tam batmış, eyni həcmli cisimlərin çəkisinin onların sıxlığından asılılığını ifadə edir. Deməli, birinci sualda dediyimiz kimi maye tam batmış eyni həcmli bütöv cisimlərin
çəkisinin onun sıxlığından asılılığını ifadə edən qrafik axtarırıq. Deməli, mayedə cismin çəki düsturu P0 çıxılsın F arximetri bildiyimiz kimi. Əslində arximetr vəsinə bağlıdır sualda, amma yenə də yazaq. P0 çıxılsın. Arximetr vəsinin düsturunu bilirik ki, rho mayi V cisim J'dir. Cisim bütövlüklə mayəyə batdığı üçün V batan yazmadım. Birbaşa V cisim yazdım. P0'ı açıram. Rho cisim V cisim J çıxaq. Rho mayi V cisim J. Eyni həcmli cisim dediği üçün V cisim J'yə dəymirəm, sabitdir. J onsuz da sabitdir. Qalır V cisim J mötərizə xaricində çıxanda alınır belə bir şey. Rho cisim çıxılsın rho mayi. Deməli, mayedə cismin çəki düsturu bu şəkildə ifadə olunur. V cisim J sabitdir. Demək, mayedə cismin çəkisinin cismin sıxlığına asılı qrafiki düz xəttir. Düz xətt doğru cavab B variantında da var, D variantında da var. C'də amma müəyyən nöqtədən üz aşağı xətt. Gəlin indi burada bir şeyə diqqət etdirək görə bu funksiya qrafiklərdən hansını seçək? Təsəvvür edək ki, mayedə cismin çəkisini 0 qəbul etmişik. Bu 0-a bərabər olanda mötərizənin içərisində rho cisim ilə rho mayeyə bərabər olmazmı? Olar. Deməli, onda müəyyən bir mayenin sıxlığına bərabər nöqtədən funksiyamızın qrafiki düz xətt olacaq. Yuxarı düz mütənasib asılılıqda təbii ki, göründüyü kimi düsturdan görsənir. Sadəcə olaraq müəyyən bir nöqtədən düz xətt olacaq. 52-ci sualda fərqli olduğu üçün ona da baxırıq. Arakəsmə ilə iki bərabər hissəyə bölünmüş qabaq krandan bərabər sürətlə su tökülür. Deməli, bərabər sürətli su tökülür bunun içərisinə. Su töküldükcə başlayır bu A nöqtəsinə, A səviyyəsinə, yəni A nöqtəsinə düşən sustunun hündürlüyü artmağa. Hündürlük artdıqca təzyiq artır. Təzyiq artan variantları seçirik. Doğru cavablardan A, C, B və D. Y variantını çıxırıq, çünki burada təzyiq 0 verir. Sonra isə bura çatana qədər, ara kəsməyə çatana qədər demək, təzyiq artacaq. Ondan sonra başlayacaq bu su, buradan dolan su indi demək, digər hissəyə axmağa. Bu müddətdə isə A nöqtəsinin üzərindən bu su bura gəlib çatana qədər A səviyyəsindən, yəni A nöqtəsinin üzərinə düşən suyun səviyyəsi qalxmayacaq. Ona görə bir müddət sabit götürəcəyik. Bir müddət sabit variantı demək A və C variantlarında yoxdur. Doğru cavablar ya B'dir ya D'dir. İndi bunlar arasında qalırıq. Baxırıq sonraki hissəyə. Sonra isə əvvəlkinə baxanda indi suyun deməli artım sürəti azalacaq. Çünki sahə böyüdür. Sahə böyüdüyü üçün daha yavaş sürətlə deməli təzyiq artacaq. Ona görə də bu xəttin dikliyi desək, belə deyim də, lori dilindən desək, xəttin dikliyi nisbətən aşağı düşəcək, yəni azalacaq. Çünki təzyiqin artım sürəti azalır və doğru cavab olur D bəndi. 52-ni izah etdik. 53 ondandır. Ona özünüz yəni baxırsınız. 54-cü suala baxırıq. Deyir, K kranı açdıqda A nöqtəsinə düşən hidrostatik təzyiqin qiyməti. Qabları birləşdirən borunun həcmi nəzərə alınmır. Gəlin baxaq. Deməli, burada məsələn bu kran açılandan sonra burada nə qədər həcm su varsa, demək, tutaq ki, V qədər həcm maye var bunun qabın içərisində. Bu deməli borunun, daha doğrusu bu qabın bir tərəfində, sol tərəfində müəyyən bir həcmdə maye var. Həmin həcm su paylanacaq ikisinin arasında. Yəni həm burada, həm burada. Yəni çünki su axacaq və müəyyən hündürlüyə qədər qalxacaq. Və bu suyun hündürlüyünün qalxması o zaman qədər davam edir ki, bunların səviyyələri bərabərləşir. Onda əvvəlki buradakı bütöv həcm paylanır V1 və V2 həcminə. Bura V1 yazıram. Burada isə həcmi V2 yazıram. Onda yazırıq V bərabərdir. V1 topla V2 şərti ödənməlidir. V-nin əvəzinə yazıram. Bilirik ki, bu formada cisimlərdə həcm SH ifadəsi ilə təyin olur. V-nin yerinə 2 S vur H yazıram. S-in əvəzinə isə burada 2S olduğu üçün 2S vuraq böyük H yazıram. Yəni bu hündürlüyü böyük H qəbul edirəm. Sonra biz bilirik ki, bu birləşmiş qablarda maye səviyyələri bərabərləşir. Çünki təzyiqlər bərabərləşir deyə axın dayanır. Və ona görə də V1-in yerinə qoyuram
2s vurulsun h, kiçik h. Yəni artıq bu maye buradan axdıqdan sonra kiçik h, burada da kiçik h hündürlüklü maye alınacaq. Fərqli olsun deyə kiçik h-la ifadə edirəm. Üstə gələk. İkinci hissəndə həcmini sahəsi 3s olduğu üçün yazıram 3s vurulsun kiçik h. Hər tərəfdə s-lər var deyə ixtisar edirəm. Alınır 2h bərabərdir 5h-a. 5 kiçik h-a. İndi bizdən bu hündürlüyün necə dəyişdiyi, yəni hündürlüyü necə dəyişdiyini biz bilməliyik. Çünki hidrostatik təzyiq səthdən olan hündürlüyə görə hesablanır. Və buradan görünür ki, kiçik h bərabərdir. H bölünsün 2, daha doğrusu gəlin böyük h-da bax. Böyük h bərabərdir 5h bölünsün 2 olacaq. Yəni 2,5h. Belə bir fayda alıram. Gəlin h-ları biraz daha səliqəli yazım, qarışmasın bir-birinə. Deməli, buradan alırıq. Demək, böyük h bərabərdir 5h bölünsün 2. Yəni alınacaq 2,5h. Onda h bərabərdir h bölünsün 2,5 yaza bilərik. Yəni bu deməkdir ki, əvvəlki hündürlük tutalım ki 10 idi. İndi oldu 10 bölü 2,5. Yəni 2,5 dəfə nədir? Azaldı. Hündürlük 2,5 dəfə azaldı. 10 cm 4 cm olub məsələn deyək də. Onda demək belə çıxır ki, hündürlüyümüz 2,5 dəfə azaldısa, hidrostatik təzyiqimiz də 2,5 dəfə azalacaq. Doğru cavab C. 54 C. 55. 55 də fərqli sualdır. Gəlin indi 55-ə baxaq. İçərisində civi olan qablardan B açıq, A və C isə bağlıdır. A və C qablarında havanın təzyiqini müəyyən edin. P0 atmosfer təzyiqi, ρ civən sıxlığı, J qravitasiya intensivliyidir. Deməli, uşaqlar, burada nəyə diqqət yetirirsiniz? Buradan gördüyünüz kimi birinci A ilə B-ni müqayisə edək. Baxaq. B açıq olduğu üçün buradan bir dənə də atmosfer təzyiqi deməli olacaq burada. Atmosfer təzyiqi olacaq. Birinci A ilə B-yə baxanda görürük ki, A qabında, deməli A ağzı bağlıdır. A qabındakı qazın təzyiqi, PA-dakı qazın təzyiqi demək burada baxırıq buradan aşağıda fikir verirsiniz, hər yer civədən ibarətdir. Bax bu hissəyə qədər. Buradan tarazlı xətti deyir. Əslində biz belə bir lori dillə desək, burada tarazlı xətti çəkirsiniz. Bunun aşağı hissəsində ancaq civə var. Deməli, A qabındakı təzyiq buradakı təzyiqlə tarazlaşıb ki, yəni bu demək civə aşağı hərəkət edə bilməyib, artıq dayanıb. Belə çıxır ki, onda A qabındakı təzyiq bərabərdir. Bərabər olmalıdır. A qabında bu təzyiq bərabər olmalıdır. Buradakı atmosferlə civənin təzyiqinə bərabər olmalıdır. Deməli, yazarıq P0 isə gəlir OJH. Artıq A qabındakı təzyiqi demək olar ki, təyin etdik. İndi isə baxırıq demək C qabındakı qazın təzyiqinə. Demək, burada isə baxırıq nəyə? Buradan da belə bir xətt çəkə bilərik. Fikir verirsiniz. Burada indi P0 nəyə bərabər olacaq? C qabı ilə B qabı müqayisə eləsək. P0 bərabər olacaq. C qabındakı deməli qazın təzyiqi ilə, yəni PC-nin təzyiqi ilə C qabındakı qazın təzyiqi ilə ρJH-ın cəminə. Buradan da PC-ni təyin eləsək, təbii ki olacaq P0 çıxaq ρJH. Onda gəlin doğru cavabı seçək. Deməli P0 topla ρJH, P0 çıxır ρJH. Doğru cavab B olacaq. Sonra 57-ci sual. Su maksimum neçənci mərtəbəyə qalxar? Burada Birləşmiş Qablar Qanununa əsasən yəni sualın cavabını veririk. Fikir veririk ki, Birləşmiş Qablarda bilirdik ki, maye deməli onların hündürlükləri bərabərləşənə qədər, yəni təzyiqləri bərabərləşənə qədər maye axın davam edir. Buradan atmosfer təzyiqi sıxır, buradan havanın təzyiqi sıxır və deməli
təzyiqlər bərabərləşəndə, yəni burada mayenin bir tərəfdən digər tərəfə hərəkəti dayanır. İndi baxıram ki, burada bu hündürlüklər, yəni səviyyələr bərabər olmalıdır. Fikir verirsiniz, 3-cü mərtəbəyə qədər su sütunun hündürlüyü eynidir. Bu 3-cü mərtəbənin eynidir. Deməli, buradan axan maye 3-cü, 2-ci və 1-ci mərtəbəyə demək, nə edəcək? Daha doğrusu 1-ci, 2-ci və 3-cü mərtəbəyə qədər qalxacaq. Doğru cavab bu sualda deyir, su maksimum neçənci mərtəbə? Maksimum 3-cü mərtəbəyə qədər qalxacaq. Cavab 3. Deməli, 59-a baxırıq. Bir də burada onu əlavə edeyim. Baxın, burada bu şəkildə bura ilə buranı biz elə həmin bu şəkil kimi təsvir edə bilərik. Buradan su bu hündürlükdədirsə, sol tərəfdən də həmin hündürlüyə qalxacaq. Belə də izah edə bilərik. 59-cu sual. Qablarda mayələrin səviyyələri eynidir. Yazıram, H1, H2 bərabərdir. Qabların dibinə edən təzyiq qüvvələri də bərabərdir. FT1 bərabərdir FT2-yə. Mayələrin sıxlıqları nisbəti soruşulur. Rho1 bölü Rho2 bərabərdir. Sual. Bildiyimiz kimi FT bərabərdir. Rho, J, H, S üsulu ilə ifadə olunur. Buradan sabitləri götürürəm. FT sabit, J sabit, H sabit. Rho ilə S necə asılı olur? Tərs. Çünki Rho-nu tapanda FT bölünsün. J, H, S alırıq. Sabitləri dairəyə alandan sonra buraya yazaq. Sabitlər dairə alandan sonra görürük ki, Rho ilə H tərs asılı. Yazırıq, onda Rho1-in Rho2-yə nisbəti bərabərdir S2-nin S1-ə. Və buradan da alınır ki, Rho1-in Rho2-yə nisbəti bərabərdir S2-nin, yəni 6S-in 4S-ə. S-lər xısar gedir, 6-ını da 4-ə böləndə doğru cavab 1/5 olur. Sonra 61-ci suala baxırıq. Su hövzəsində dərinlikdəki tam təzyiqin suyun dərinliyinin asılı qrafiki verilmiş A nöqtəsinə uyğun dərinlik neçə metrə bərabərdir? Deməli, P-nin H-dan dərinlikdən asılı qrafikində verilmiş A nöqtəsinə uyğun dərinliyi soruşulur bizdən. Deməli, hündürlük 0 olana uyğun təzyiq P0-dır. H hündürlükdə olub 3P0. Belə çıxır ki, dərinlik artdıqca təzyiq artıb və 3P0 olub. Və biz də bilirik ki, su hövzələrində tam təzyiq P0 toplar OJH üsulu ilə təyin olunur. Tam təzyiqin yerinə 3P0 qoyuram. 3P0 bərabərdir. P0 toplar OJH. Buradan P0'ları yığırıq bir tərəfə. 2P0 bərabərdir OJH. H-ı təyin edirik. H da bərabərdir 2P0 bölü OJ. Hesablama aparırıq. 2P P-15, yəni 2P0. 2/15 bölünsün. Rho-13, J-10. Bunlar xısar gedəcək, qalacaq 20 metr. Doğru cavab olacaq 20.